Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu günləri biz sizinlə toplama, vurma prinsipi, kombinatorikanın elementləri haqqında danışacağıq. Bu mövzuya müraciət eləməkdə əsas məqsədimiz ondan ibarətdir ki, abituriyentlər bu mövzuda kifayət qədər əziyyət çəkirlər və onlara kömək məqsədi ilə bu mövzunu seçmişik və mövzu izahını isə məsələlər üzərindən verəcək ki, daha rahat, daha tez anlaşılan olsun. Əvvəlcə biz vurma və toplama prinsipi haqqında danışaq. Vurma və toplama prinsipi. Vurma və toplama prinsipi. Əvvəlcə toplama prinsipindən danışaq, çünki vurma prinsipinə nəzərən nisbətən toplama prinsipi daha sadədir. Bunu izah eləmək üçün məişətdən, cəmiyyətdən, ətrafımızdan nümunələr seçək. Fərz edək ki, belə bir məsələ verilib. Bizə deyirlər ki, 11A və 11B sinif şagirdlərinin içərisindən yalnız bir nəfəri olimpiyadaya neçə üsulla göndərmək olar? Fərz edək ki, bizdə 11A sinifinin şagirdləri A1, A2, A3, A4 və A5 verilib. 11B sinifinin şagirdləri isə B1, B2, B3 və B4 verilib. Əgər bizə deyirlərsə ki, 11A və 11B sinif şagirdlərinin içərisindən bir nəfəri imtahana, olimpiyadaya və yaxud idman yarışına neçə üsulla göndərmək olar? Bu zaman biz yazacaq belə. NA üstəgəl NB bərabərdir. A-nın 5 elementi var. B-nin 4 elementi bərabər 9-a. Deməli, 11A və 11B sinif şagirdlərinin içərisindən bir nəfəri idman yarışına 9 üsulla göndərə bilərik. Yəni necə? Ya A1-i göndərərəm 1, ya A2-ni, ya A3-ü, ya A4-ü, ya A5-i və yaxud da ya B1-i, ya B2-ni, ya B3-ü, ya B4-ü. Bu formada göndərə bilərəm. Ona görə toplama prinsipində deyilir ki, iki müxtəlif çoxluğun elementlərinin içərisindən yalnız birini seçiriksə, bu zaman hər iki çoxluğun elementləri toplayırıq, sayını toplayırıq. Alınan nəticə olur bizdə neçə üsulla və yaxud hansı neçə seçimdən göndərə biləcəyimiz say olur. Yəni, toplama prinsipində deyilir ki, iki müxtəlif çoxluğun elementlərindən yalnız və yalnız birini seçiriksə, bu zaman iki çoxluğun elementlərin sayının cəmi bizdə ümumi seçim verir. O da bizdə olur 9. Bu, təkcə iki çoxluq üçün keçərli deyil. Yəni, toplama prinsipi 3 çoxluq üçün də, 4 çoxluq üçün də, 5 çoxluq üçün də fərq eləməz. Necə çoxluq olsa, hər birinin elementlərinin sayının cəminə bərabər olacaq. Bu toplama prinsipinə bağlı. Eynilə bu məsələ üzərində vurma prinsipini izah eləyək. Tutaq ki, bu dəfə məsələnin şərtini belə qoyublar. 11A və 11B sinif şagirdlərinin içərisindən biri A çoxluğundan, biri B çoxluğundan olmaqla və yaxud biri 11A sinifindən, biri 11B sinifindən olmaqla neçə AB cütlüyü seçə bilərik? AB cütlüyü seçə bilərik. Yəni, hər çoxluqdan yalnız və yalnız bir olmalıdır. Biri A-dandırsa, biri B-dən olmalıdır. A1 ilə B1 ola bilər, A1 ilə B2 ola bilər, A1 ilə B3 ola bilər, A4 ilə B2 ola bilər. Bu formada gedir. Bu zaman nə edəcəyik? Toplama prinsipində elementlərin sayını toplayırıq. Vurma prinsipində isə NA vurulsun NB bərabərdir 5 vurulsun 4 bərabərdir 20. Deməli, əgər bizə deyirsə ki, A sinifi və B sinifin şagirdlərinin içərisindən hər sinifdən bir nəfər olmaqla neçə cütlüyü seçə bilərik? Bu zaman yazacaq 5 vurulsun 4 bərabərdir 20. Bu, eyni zamanda üçlüklər üçün də keçərlidir, dörtlüklər üçün də keçərlidir, beşliklər üçün də keçərlidir. Belə bir vurma prinsipinə bağlı belə bir sual qoyaq. Tutaq ki, məktəbin belə deyək, bufetində bizə yemək verilir. A çoxluğu olsun. Deməli, bizə verilən duru yeməklər D1, D2, D3, D4. Tutaq ki, bizə məktəbin bufetində 4 dənə duru yemək təklif olunur. B çoxluğu olsun bizdə quru yeməklər.
3 dənə quru yemək təklif olunur. S çoxluğu da olsun bizdə təklif olunan içkilər olsun, sular olsun. S1, S2. Bizə deyir ki, şagird məktəbin bufetindən bir quru yemək və bir suyu neçə üsulla seçə bilər? Bu zaman nə edəcəyik? NA bizdə bərabərdir 4-ə, NA bərabərdir 4-ə, NB bərabərdir 3-ə, NC bərabərdir 3-ə. Yəni, söhbət bundan gedir də, əgər deyirsə ki, bir şagird bir quru yemək və bir suyu neçə üsulla seçə bilər, söhbət bu üçlüklərdən gedir. Bu zaman yazacaq belə, 4 vur, 3 vur, NC-dəki 2-dir. 2 bərabərdir 24. Deməli, şagird məktəbin bufetindən biri quru yemək olmaq şərti ilə və biri su olmaq şərti ilə 24 belə üçlük seçə bilər. Bu da vurma prinsipinə aid digər misallardan biri. Daha sonra vurma prinsipinə bağlı belə bir nümunə çəkək. Rəqəmlər verilir bizə. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Hər hansısa bir karçoxluq olsun. 10 dənə rəqəm verilir. Bizə deyir ki, birincisi sıfır olmamaq şərti ilə neçə 7 rəqəmli telefon nömrəsi düzəltmək olar? Neçə 8 rəqəmli tutaq ki, telefon nömrəsi düzəltmək olur? Gəlin qeyd edək. 8 rəqəmli olsun. 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci. 8 dənə rəqəm var. Telefon nömrəsində 8. Bu rəqəmlərdən istifadə eləməklə neçə 8 rəqəmli telefon nömrəsi düzəltmək olur? Gəlin baxaq. Birinci yerə neçədən rəqəm yaza bilərik? Təbii ki, burada 10 rəqəm var. 0 istifadə edə bilmərik. Çünki biz 0 istifadə edəcək. Telefon nömrəmiz 8 rəqəmli yox, 7 rəqəmli olacaq. Ona görə verilən 10 dənə rəqəmdən 9-unu istifadə edə bilərik. Daha sonra artıq bunlarda hər bir rəqəmi istifadə edə bilərik də. Onun da istifadə edə bilərik. Bu zaman vurma prinsipinə əsasən yazacaq ki, 9 vurulsun. 1, 2, 3, 4, 5, 6, 7. 10 üstündə 7 sayda telefon nömrəsi düzəltmək olar. Sualı biraz dəyişək, başqa formada qoyaq. Bizə deyir ki, 2, 4, 6, 8 rəqəmlərindən istifadə eləməklə bir A variantında neçə rəqəmləri müxtəlif 3 rəqəmli da ardını yazmıram, ədəd düzəldə bilərik. Neçə rəqəmləri müxtəlif 3 rəqəmlər də düzəldə bilərik. 3 rəqəmli ədədimiz olsun belə. Rəqəmləri müxtəlifdir. Deməli, əgər mən 4-ü istifadə eləsəm, tutaq ki, burada artıq 4-ü istifadə eləmək kimi bir imkanım yoxdur. Deməli, bura mən neçə rəqəm yaza bilərəm? 1, 2, 3, 4 dənə. 4 dənə yaza bilərəm. Rəqəmləri müxtəlif dediyinə görə, bura neçəsini yaza bilərəm? Artıq birindən istifadə olundu. 3 dənə. Bura neçəsini yaza bilərəm? 2 dənə. Deməli, rəqəmləri müxtəlif bu 4 rəqəmdən 24 dənə ədəd düzəltmək olar. B variantında isə mənə deyir ki, neçə ədəd düzəltmək olar. Yenə 3 rəqəmlidən gedir. 3 rəqəmli neçə ədəd? Burada yazaq. 3 rəqəmli neçə ədəd düzəltmək olar? 4 dənə rəqəm verilib. Artıq mənə demir ki, rəqəmləri müxtəlif olsun. Yəni, rəqəmlər eyni ola bilər. 4, burada 4 bərabərdir. 4 üstündə 3 və yaxud da ki, 64. Deməli, rəqəmləri müxtəlif deyirsə 24 dənə ədəd düzəldə bilərəm. Yox, əgər mənə deyirsə ki, 3 rəqəmli neçə ədəd düzəldə bilərəm, bu zaman isə 64 bizim cavabımız olacaq. Daha sonra məsələni bir balaca da dəyişək. Maksimal dərəcədə vurma prinsipi ilə bağlı məsələlərdən izah verməyə çalışıram ki, qarşınıza suallar çıxanda problem yaşamayaq. Belə bir məsələ verilir. Tutaq ki, 3 nəfər
3 nəfər 4 liftə neçə üsulla minə bilər? 3 nəfər 4 liftə neçə üsulla minə bilər? 4 dənə lift verilib bizdə. 2, 3, 4. 4 dənə lift verilib. 3 nəfər də şəxs verilib. Birinci şəxs, ikinci şəxs, üçüncü şəxs. 3 nəfər də şəxs verilib. Gəlin baxaq. Birinci şəxs neçə üsulla minə bilir? 4 üsulla minə bilir, heç bir problem yoxdur. Birinci şəxs 4 üsulla minə bilir, heç bir problem yoxdur. Deməli, birinci şəxsimiz bizim 4 üsulla minə bilir. İkinci şəxs neçə üsulla minə bilir? Bu da 4 üsulla minir də. 4-nə də minə bilər. Üçüncü şəxsdəki yenə 4 üsulla minə bilir. Deməli, onda belə çıxır ki, əgər bizə desək ki, 3 nəfər 4 liftə neçə üsulla minə bilər? 4 vur, 4 vur, 4. Yəni, burada artıq ola bilər 3 nəfərin 3-ü də birinci liftə minsin. 2, 3, 4. Ola bilər 3 nəfərin 3-ü də ikinciyə minsin, üçüncüyə minsin, dördüncə. Ola bilər ki, 3 nəfərin ikisi birinciyə minsin, biri dördüncüyə minsin, ikisi boş qalsın. Bu artıq yəni belə deyək də, orada olan versiyalardan biridir. Hər bir şəxs ayrı-ayrılıqda liftlərə 4 üsulla minə bildiyindən vurma prinsipinə əsasən 4 vur, 4 vur, 4. Sualı bir də belə qoyaq. Burada deyir ki, 3 nəfər 4 liftə neçə üsulla minə bilir? Yenə 3 nəfər götürək, 3 nəfər götürək. Bu dəfə 4 stol götürək. 3 nəfər 4 stolda neçə üsulla əyləşə bilər? 3 nəfər 4 stolda neçə üsulla əyləşə bilər? Gəlin baxaq. Əgər bizə deyirsə ki, 3 nəfər 4 stolda neçə üsulla əyləşə bilər, bu zaman burada belə bir şey var idi də. Liftə minəndə bu şəxs birinci liftə mindi, ikinci də minə bilərdi, üçüncü də minə bilərdi. Amma stolda əyləşəndə birinci şəxs stolda əyləşsə, artıq ikinci şəxs həmin stolda əyləşə bilməz, düzdürmü? Ona görə gəlin baxaq. 4 dənə stoldur. 4 dənə stola neçə üsulla əyləşdirmək olar? Sualı belə qoysaq, birinci stola, bu birinci stoldur, ikinci stol, üçüncü, dördüncü stoldur. Birinci şəxs, bu neçə üsulla əyləşə bilər? 4 stolsa, 4-ündə də əyləşə bilər də bir problem yoxdur, birinci şəxsin. Düzdürmü? İkinci şəxs üçün artıq məhdudiyyət yarandı. Stolların biri getdi. Bu 3 stoldan birində əyləşə bilər. Bir şəxs qaldı da, üçüncü nəfər qaldı. Üçüncü nəfər üçün artıq 2 dənə stol gedir. Qalıb 2 dənə stol. Onda belə çıxır ki, əgər 3 nəfər 4 stolda neçə üsulla əyləşə bilər desə, 4 vur, 3 vur, 2 olacaq. Yox, əgər sualı elə yox, belə qoysalar ki, 3 nəfər 4 liftə neçə üsulla minə bilər? 4 vur, 4 vur, 4 olacaq. Ona görə bu 2 dənə məsələni bir-biri ilə qarışdırmaq olmaz və diqqətli olmaq lazımdır. Vurma prinsipi ilə bağlı bu qədər. Qısa olaraq tərif vermək istəsək, bir də deyim. Toplama prinsipində deyilir ki, 2 çoxluq üzərindən danışacağım. Əgər 2 çoxluq üzərindən danışacağım, A çoxluğunun elementi A kimi qeyd edəcəm, B çoxluğunun elementini B kimi qeyd edəcəm. Toplama prinsipində deyilir ki, 2 müxtəlif çoxluqdan yalnız və yalnız bir element seçiləcəksə, bu zaman A çoxluğunun elementlərinin sayının üzərinə B çoxluğunun elementlərinin sayı gəlmək lazımdır. Vurma prinsipində isə deyilir ki, tutaq ki, A çoxluğunda bir n element var, B çoxluğunda bir m element var. Gəlin üçlü fərz eləyək, bir S çoxluğu da var burada. Fərz eləyək ki, bizdə bir S çoxluğu da var. Onda da olsun K element. A çoxluğunda n, B çoxluğunda m element var, S çoxluğunda da K element var. A çoxluğunun elementləri olsun bizdə A-lar, B-də B-lər, S-lər. Əgər bizdən A, B, S neçə üsulla A, B, S üçlüyü düzəltmək istəyərlərsə, bu zaman olacaq n vurulsun K. Bu da olacaq bizdə vurma prinsipi. Bu belə.
İndi isə danışacağıq kombinatorikanın elementlərindən olan permutasiya və kombinezon haqqında. Permutasiya və kombinezon haqqında danışmadan öncə əvvəlcə gəlin belə bir məsələ qoyaq. Belə bir A çoxluğu verilib, elementləri olsun A, B, C, D və Y. Bu çox məşhur məsələlərdən biridir və sizlər üçün permutasiya və kombinezonu ayırt eləmək üçün kifayət qədər gözəl bir məsələdir. Söhbət nədən gedir? Bizə deyir ki, gəlin məsələmizi iki hissəyə ayıraq. Birinci məsələ və ikinci məsələ. Məsələmizi iki hissəyə ayıraq. Birinci məsələdə bu verilən şəxsləri, tutaq ki, Azad olsun, Babək olsun, Cəbi olsun, Dadaş olsun, Elvin olsun. Birinci məsələdə bu verilən şəxsləri vəzifəyə təyin eləyəcək. İkinci verilən məsələdə isə tədbirə göndərəcək. Çünki, baxın, məsələmizin şərti belədir. Birinci məsələdə şərti belə qoyurlar. Bu verilən 5 şəxsdən 3 vəzifəyə, neçə üsulla seçmək olar? Gəlin baxaq. Olsun sədr, müavin, bu da olsun mühasib. Neçə üsulla seçə bilərik? Birinci üsul, ikinci üsul, üçüncü üsul, dördüncü üsul, beşinci üsul və s. gedəcək belə. Tutaq ki, belə bir şey eləyək. Gəlin əvvəlcə A-nı sədr qoyaq, B-ni müavin qoyaq, C-ni mühasib qoyaq. Daha sonra gəlin belə bir şey eləyək. Gəlin bunların yerini dəyişək. B-ni müavin qoyaq, A-nı sədr qoyaq, C mühasib qalsın. Biraz da yer dəyişmək eləmək istəyirəm mən. Bu dəfə deyirəm ki, B sədr qalsın, C müavin olsun, A mühasib olsun. Bu formada yer dəyişmə eləyəcəm. Mən baxıram ki, A, B, C burada üçlüklər yaranır. A, B, C, B, A, C, B, C, A. Fikir verin, bunlar hərəsi yeni bir variantdır. Niyə? Çünki, gəlin belə deyək də, mən əgər sədrəmsə, təbii ki, müavin və mühasibdən daha çox maaş alacam. İstənilən birin yerini dəyişən kimi, bunların aldığı mühasibin məbləği dəyişəcək. Bunların aldığı məbləğ dəyişəcək. Məbləğ dəyişən kimi, artıq görürəm ki, etiraz yaranacaqdır. Hamı sədr olmağa çalışacaq. Qoy, mən sədr olum, daha çox pul alım. Yəni, Lori dildə izahını versək. Bu səbəbdən A sədrdirsə, B müavindirsə, C mühasibdirsə, tutaq ki, sədr qalxsın ayağa hansısa bir tədbirdə, təbii ki, A-nın yerinə B qalxası deyil də, düzdürmü? Ona görə A, B, C yenə bir variantdır. B, A, C bir variantdır. B, C, A bir variantdır. Amma bu şəxsləri mən, bu şəxslərin içərisindən A-nı, B-ni, C-ni göndərirəm tədbirə. A, B, C getdi tədbirə. Yaxşı, A, B, C tədbirə getdi, yoxsa B, C, A tədbirə getdi, yoxsa A, C, B tədbirə getdi. Bunun heç bir fərqi yoxdur da. Deməli, burada A, B, C, B, A, C, B, C, A-da yeni bir variant yaranır. Amma burada A, B, C, B, C, A, C, B-də isə heç bir yeni variant yaranmır. Deməli, onda belə çıxır ki, burada bir nizam intizam var. Amma burada nizam intizam yoxdur. A, B, C getsin, B, C, A getsin, A, C, B getsin. Heç bir önəmi yoxdur. Gəlin bir də burada belə bir vəziyyətə baxaq. A, B, C-lərlə daha yenə versiya düzəltməli. Bu dəfə belə eləyirəm. Sədr olur A, müavin olur B, artıq mühasib D-ni seçirəm. Yeni variant yarandı. Bunların hər biri yeni variant idi. Bu dəfə şəxsin biri dəyişir, bu da yeni variantdır. Amma burada A, B, C, B, C, A-da, A, C, B-də heç bir fərqi yoxdur. Bu dəfə belə elədim. A, B, D. Baxın, burada yeni variant indi yarandı.
A getdi tədbirə, B getdi tədbirə, D getdi tədbirə. Burada yeni variant indi yarandı. Onda mən belə baxıram ki, burada bir nizam-intizam var. Nizam-intizam var. Bunların yer dəyişməsi önəmlidir mənim üçün. Amma burada nizam-intizam yoxdur. Bunların heç bir yer dəyişməsində heç bir problem yoxdur. Yəni tədbirə BSA getsin, yoxsa ASB getsin. Amma burada ABD gedəndə artıq tərkibi dəyişəndən sonra mən görürəm ki, burada yeni bir variant yarandı. Ona görə bu məsələ mən əvvəldə də dedim ki, mütləq şəkildə permutasiya və kombinezonu fərqləndirmək üçün bu məsələni beynimizə həkk eləmək məcburiyyətindəyik. Permutasiya və kombinezonun tərifində isə nizamlı alt çoxluq anlayışı var, bir də nizamsız alt çoxluq anlayışı var. Bu nizamlı alt çoxluq nə deməkdir? Nizamlı alt çoxluq elə alt çoxluğa deyirlər ki, nizamlı alt çoxluq elə alt çoxluğa deyirlər ki, onlar bir-birindən ya elementlərinin tərkibi ilə, ya da elementlərinin düzülüşü ilə fərqlənməlidir. Söhbət nizamlı alt çoxluqdan gedir. Baxın, elementlərinin düzülüşü ilə fərqlənir. ABC, BAC, BCA. Ya da ki, elementlərinin tərkibi ilə, fikir verin, ABC idi, indi oldu ABD. Onda belə çıxır ki, burada 5 dənə elementli çoxluğun nizamlı alt çoxluqları deyəndə, hamısında yeni variantın yaranması tələb olunur. Amma burada isə, baxın, ABC olsun və yaxud da ki, CBA olsun. Heç bir önəm kəsb eləmir də. Heç bir önəm kəsb eləmədiyindən, burada vəziyyət başqadır. Deməli, onda belə çıxır ki, əgər nizamlı alt çoxluqlardan gedirsə, nizamlı alt çoxluqların seçilməsindən gedirsə, olacaq permutasiya. Neçə elementli çoxluqdur? 5 elementli çoxluq. Neçə elementlisini seçirik? 3 elementlisin. Deməli, onda permutasiya biz nəyə deyəcək? N elementli çoxluğun K elementli alt çoxluqlarının sayına deyəcək. N elementli çoxluğun bu formada yazaq. K elementli nizamlı alt çoxluqlarının sayına permutasiya deyəcək. Burada isə kombinezon neçə elementdən? 5 elementdən 3 seçməlidir, 3-ü. Kombinezon 5 elementdən 3. Burada isə olacaq N elementli çoxluğun K elementli nizamsız alt çoxluqlarının sayına isə kombinezon deyəcək. Deməli, bir də deyirəm tərifi. N elementli çoxluğun K elementli nizamlı alt çoxluqlarının sayına biz permutasiya deyəcəyik. N elementli çoxluğun K elementli nizamsız alt çoxluqlarının sayına isə kombinezon deyəcəyik. Bunu hesablamaq üçün permutasiya 5 elementdən 3. Təbii ki, düstur var, düsturda hesablayacaq. Sadə qaydada belə hesablayacaqsınız. 5 vur, 4 vur, 3. Çox qutardı getdi, bu qədər. 5 vur, 4 vur, 3. Deməli, permutasiyanı hesablamaq üçün 5 vur, 4 vur. Deməli, 5-i 4-ə vurdum, 20, 23 vurdum, 3-ə 60. Onda belə çıxır ki, 5 elementi olan bu çoxluğun, bu 5 nəfəri 3 vəzifəyə neçə üsulla seçə bilərəm? 60 üsulla. Bu 5 nəfəri 3 vəzifəyə 60 üsulla seçə bilərəm. Bu belə. Kombinezona keçməmişdən qabaq belə bir şeyə diqqət edin. Bizə burada deyir ki, 5 nəfəri 3 vəzifəyə neçə üsulla təyin edə bilər. Onlar da elə yox belə. Bizə verərdi, tutaq ki, M, N və K. 3 nəfər şəxs veriblər bizə. Hər hansı bir el çoxluğudur. Deyir, bu 3 nəfəri 3 vəzifəyə neçə üsulla təyin eləmək olar? Yenə məsəl üçün, sədr, müavin, mühasib. Neçə üsulla? M neçə üsulla təyin ola bilər? Sədr, müavin, mühasib. 3 üsulla, təbii ki, 3 üsulla. N artıq bir vəzifə getdi, 2 üsulla. K isə neçə üsulla? 1 üsulla. 3 vur, 2 vur, 1. Bu elə bizdə 3 faktorial demək deyil. 3 faktorial demək deyil. Deməli, əgər deyirsə ki, 5 nəfəri 3 vəzifəyə neçə üsulla təyin eləmək olar? Permutasiya 5 elementdən 3-dür, tapdıq. 3 nəfəri 3 vəzifəyə neçə üsulla təyin eləmək olarsa, 3 vur, 2 vur, 1 bərabər 3. Onda bu elə yer dəyişmələrin sayı demək deyil. Bu elə yer dəyişmələrin sayı deməkdir də. Onda bir şeyə diqqət edib baxsaz görərsiniz ki, permutasiya kombinezondan böyükdür.
permütasiya kombinizondan böyükdür. Nə qədər böyükdür permütasiya kombinizondan? İndi buna baxaq. Diqqətlə baxın. A, B, C, B, A, C, B, C, A. Bunlar hamısı. Burada bir yeni variantdır. Yeni variantdır. Amma burada hamısı nədir? Sadəcə A, B, C. B, C, A, C, B, B, C, A, nə bilim, B, A, C. Hamısı A, B, C'dir. Yəni bir variant deməkdir. Onda biz deyə bilərikmi ki, permütasiya kombinizondan, permütasiya deməli 5 elementdən 3, kombinizon 5 elementdən 3-dən nə qədər böyükdür? Yer dəyişmələrinin sayı qədər. Yəni nə qədər? 3 faktorial qədər. Bir də deyirəm. Baxın, A, B, C, B, A, C, B, C, A. Bunlar hamısı yeni bir variantdır. Söhbət D aid deyilər, sırf A, B, C-lərdən danışılır. Yeni variantdır. Amma bu tərəfdə, ikinci məsələ ki var idi, tədbirə göndərildi. Bu tərəfdə hamısı sadəcə A, B, C-dir. A, B, C-də, B, C, A-da, A, C, B-də, sonra B, A, C-də, C, A, B-də, başqa nə qaldı bizdə? C, B, A-da 6 dənə variant olurdu. Baxın, bu 6 dənənin hər biri nədir? Eyni variantdır, bir variantdır. Amma burada hamısı müxtəlif variantdır. Onda biz deyə bilərik ki, permütasiya kombinizondan yer dəyişmələrinin sayı qədər, yəni 3 faktorial qədər böyükdür. Onda biz kombinizonu hesablamaq istəsək, kombinizon 5 elementdən 3 bərabərdir. Permütasiya 5 elementdən 3 bölünsün 3 faktoriala. Bu da ki 5 elementdən 3 dedik ki 5 vur, 4 vur, 3'dür. 3 faktorial nəyə bərabərdir? 3 vurulsun 2-yə bərabərdir. Bunlar getdi. Cavab oldu necə? 10. Onda belə çıxır ki, məsələmizə qaydaq. Belə çıxır ki, 5 nəfəri 3 vəzifəyə 60 üsulla təyin eləyə bilərik. Amma 5 nəfərdən 3 nəfəri tədbirə 10 üsulla göndərə bilərik. Onda belə bir anlayış yaranırdı. Deməli, permütasiya n elementdən K-dır burada. Burada da kombinizon elementdən K-dır. İndi gəlin baxaq. Biz yazdıq ki, permütasiya 5 elementdən 3 bərabərdir. 5 vur, 4 vur, 3. Gəlin belə bir şey eləyək. Bunu kəsir xətti çəkək. Sürətlə məxrəci 2 vur 1-ə vuraq. İxtisar gedir də zaten bunlar. Onda nə alınır? 5 vur, 4 vur, 3 vur, 2 vur, 1 nəyə bərabərdir? 5 faktorial. Məxrəc nəyə bərabərdir? 2 faktoriallar. Biz bunu permütasiya n elementdən K üçün yazsaq, yaza bilərikmi belə? N faktorial bölünsün, baxın 5 çıxılsın 3, 2'dir. N minus 2, düzülsən, N minus K faktorial. Onda belə çıxır ki, permütasiyanın düsturu, permütasiya n elementdən K bərabərdir, N faktorial bölünsün, N minus K faktoriala. İndi gəlirəm, kombinizon üçün də eyni düsturu yazıram. M-dən K bərabərdir. Biz bilirik ki, kombinizon nədir? Permütasiya bölünsün. Deməli, permütasiya nəyə bərabərdir? N faktorial bölünsün M minus K faktoriala. Düzdür? Və vurulsun K faktorial. Deməli, birinci oldu permütasiyanın düsturu, ikinci də oldu kombinizonun düsturu. Yenə deyirəm, məsələlərdə əgər belə ədədlə verilibsə, birbaşa böyükdən kiçiyə qədər yazın geri sayından. 5 vur, 4 vur, 3 3. Yox, əgər dəyişənlə verilsə, məchsulla verilsə, n-dən K bu formada həm permütasiyanın, həm də kombinizonun düsturunu yaza bilərik. Onda biz belə bir qərara gəldik ki, permütasiya kombinizondan alt çoxluqlarının sayının yer dəyişməsi qədər böyükdür. Baxın, kombinizondan, harada yazmışdıq? Burada. Permütasiya kombinizondan, deməli, neçə dənə idi? 3 faktorial qədər böyükdür. Buradan biz bu düsturu çıxartdıq. Bu belə. Bir də bununla bağlı bəzi düsturlar var ki, bunu harada qeyd eləyək? Elə burada qeyd eləyək. Bəzi düsturlar var ki, nədənsə abituriyentlərimiz o düsturlarda əziyyət çəkirlər. Kombinizon n elementdən n bərabərdir, permütasiya n elementdən n bərabərdir.
Kombinezon n elementdən 1 bərabərdir. Permutasiya n elementdən 1 bərabərdir və nəhayət kombinezon n elementdən 0 bərabərdir. Permutasiya n elementdən 0 bərabərdir. Bu nə deməkdir? Yəni söhbət burada nədən gedir? Kombinezon n elementdən n nəyə bərabərdir? Kombinezon n elementdən n bərabərdir 1-ə. Niyə? 5 nəfər idi, düzdürmü? 5 nəfərin 5-ini də tədbirə göndərdik. 5 nəfərin 5-i də tədbirə göndərsə, hamı getdi də bu yalnız bir variantda mövcuddur. Yalnız bir variantda. Bu səbəbdən kombinezon n elementdən n 1-ə bərabərdir. Eyni vəziyyət, permutasiya n elementdən n nədir bəs? İndi baxın, 5 nəfərin 5-ini də vəzifəyə təyin edirəm. 5 nəfərin 5-ini də vəzifəyə təyin edirəm. Bayaqki məsələ yazmışdım, 3 nəfərdən 3-ünün vəzifəyə təyin olması. Tutaq ki, permutasiya 5-dən 5 bərabərdir. 5 dənə vəzifədir, 1, 2, 3, 4, 5. 5 nəfərdir. Birinci neçə üsulla seçilə bilir? 5, ikinci 4, 3, 2, 1. Ona görə n elementdən n bərabərdir n faktoriyalar. Deməli, kombinezon n elementdən n bərabərdir 1-ə, permutasiya n elementdən n isə bərabərdir n faktoriyalar. Bəs kombinezon n elementdən 1 nəyə bərabərdir? Kombinezon n elementdən 1 nəyə bərabərdir? Tutaq ki, bayaqki məsələ üzərində yenə izah edirəm. 5 nəfər idi, A, B, C, D, Y. Bunlardan birin tədbirə göndərirəm. Neçə üsulla gedə bilər? Ya A gedə bilər, ya B gedə bilər, ya C gedə bilər, ya D, ya Y. Deməli, 5 üsulla gedə bilər də. Onda bu n elementdən olarsa, n elementdən 1 olacaq nəyə? Kombinezon n elementdən 1. Yəni, 5 nəfəri mən tədbirə göndərirəmsə, 5 üsulla göndərə bilərəm 1-in. N nəfərdəki n nəfərdən də 1-in yenə n üsulla göndərə bilərəm. Bəs yaxşı, permutasiya n elementdən 1 nədir? Permutasiya n elementdən 1. Yenə qayıdıram məsələyə. 5 nəfərdir, bu 5 nəfərdir. Deyir, 5 nəfərdən 1-in vəzifəyə təyin edeyim. 5 nəfərdən 1-in vəzifəyə təyin edeyim. 5 nəfərdən 1-in vəzifəyə təyin edirəmsə, necə təyin edə bilərəm? Ya bunu təyin edəcəm bu vəzifəyə, ya bunu, bir nəfər təyin eləməliyəm də. Bu da olacaq nə? N. Və nəhayət, gəlirik kombinezon n elementdən 0-a və permutasiya n elementdən 0-a. Bunlar nəyə bərabərdir? Bunların hər ikisi 1-ə bərabərdir. Hər ikisi 1-ə bərabərdir. Ola bilər ki, imtahanda yadınızdan çıxsın nədir? Baxın, deyə bilər ki, axı bu 0-dır, belə bir şey yoxdur. Qəbul olunur. N nəfərdir, yenə qayıdıram. Elə bir ki, kombinezon 5-dən 0 hesablamaq istəyirəm. Kombinezon 5-dən 0 hesablamaq istəyirəm. 5 nəfərdir. 5 nəfərdir. Bizə demişlər ki, tədbirə göndərin. Elə bir ki, tədbir ləğv olundu, yoxdur tədbir. Axı bu tədbirin olmaması, heç kimin tədbirə getməməsi də bir hadisədir. Oldu, yəni bir nəfər gedib tədbirə, 2 nəfər, 3 nəfər, 4 nəfər, 5 nəfər. Bir də var ki, tədbir ləğv olundu, heç kim tədbirə getmədi. Bu səbəbdən 5 nəfərdən heç kim tədbirə getməməsi də bir hadisədir. Ona görə n elementdən 0 nəyə bərabərdir? Kombinezon elementdən 0 bərabərdir 1-ə. Permutasiya n elementdən 0 isə yenə gəlirəm. Bu 5 nəfərdir. 5 nəfərdən birin vəzifəyə təyin eləməyə lazımdır. Gedirik vəzifəyə təyin olunması üçün, görürük ki, həmin yer tutulub, artıq yəni biz qaldıq vəzifəsiz, belə deyək də. Hansısa 5 nəfərdən biri. Bu özü də bir hadisə olduğundan, yəni heç kimin vəzifəyə təyin olunmaması da bir hadisə olduğundan, bu səbəbdən də permutasiya n elementdən 0 da 1-ə bərabərdir. Bu da belə. Və nəhayət sonda bu vurma prinsiplə bağlı 2 dənə də məsələni mən deyim. 2 məsələni də deyim, onunla yekunlaşdıraq. Deməli, çox tez-tez istifadə olunan məsələlərdəndir. Bizə verilib bir çevrə. Çevrə üzərində nöqtələr verilib. A nöqtəsi, B nöqtəsi, C nöqtəsi, D nöqtəsi, Y nöqtəsi, K nöqtəsi, M nöqtəsi, N nöqtəsi. Neçə nöqtə verilib? 3, 6, 8 dənə nöqtə verilib bizə. Bizə deyir ki, deməli, bu 2 nöqtədən keçən parçaların sayını soruşurlar bizdən. Təpələri deyir, təpə nöqtələri bu çevrənin üzərində olan nöqtələr olmalıdır. Məsəl üçün belə. MB, ola bilər AM, sonra ola bilər MK,
Sualı belə qoyur ki, təpələri bu çevrənin üzərində verilən nöqtələrin üzərində olmaq şərti ilə başlanğıc və son nöqtələrindən gedir söhbət. Neçə dənə parça çəkmək olar? Bir dənə diqqətlə baxın. AM parçası və yaxud MA parçası fərqli bir şey yoxdur da. Hər ikisi eyni şey deməkdir. AM parçası və ya MA parçası eyni şeydir. MB parçası və ya BM parçası eyni şeydir. O bayaqki məsələ var idi, yuxarıda qeyd edilmişdi. A, B, C, D, Y 5 nəfər idi. İkisini seçib tutaq tədbirə göndərildi. AB tədbirə getdi və ya BA tədbirə getdi. Bizim üçün heç bir fərqi yox idi da bunun. Eyni ilə də buradadır. AM və yaxud MA heç bir fərqi yoxdur. Deməli burada nizamsızlıq var. Onda belə çıxır ki, kombinizon neçə element idi? 3, 6, 8. 8 elementdən 2. Axı parça başlanğıc və son nöqtəsi var da. Kombinizon 8 elementdən 2 sayda bu 8 nöqtədən parça keçirmək olar. Çünki bir də deyirəm, AM parçası və ya MA parçası və yaxud MB parçası və ya BM parçası və yaxud MC parçası və ya CM parçası. Bunlar ikisi də eyni şeydir də, bayaqki tədbir məsələsinə. Yəni tədbirə AB getdi və ya BA getdi, heç bir fərqi yoxdur. Deməli burada oldu kombinizon. Yox, əgər bizə desəydilər ki, NM vektoru budur da. Desəydilər ki, bizə əgər təpələri bu nöqtədə olmaq şərti ilə neçə vektor keçirmək olar? Baxın indi. NB vektoru başqa şeydir. BM vektoru başqa şeydir. Axı vektorial kəmiyyətdir. Onun həm istiqaməti var, həm də qiyməti var da. Ola bilər qiyməti eyni olsun, amma istiqamət fərqlidir. Ona görə MB ilə BN fərqli anlayışlardır. Necə ki, bayaqları bu 5 nəfər ki var idi, biz bunları vəzifəyə təyin eləyəndə ABC bir variant olurdu, BCA bir variant, CBA bir variant. Burada da MB bir variant olacaq, BM bir variant olacaq. Ona görə olacaq artıq burada bir nizam-intizamdan söhbət gedir. Permutasiya 8 elementdən 2. Bu olacaq bizdə nəyin sayı? Vektorun, bu olacaq parça. Bir də sualı belə qoya bilərlər. Təpələri bu nöqtələrdə olmaq şərti ilə, çevrənin üzərində olan bu nöqtələrdə olmaq şərti ilə neçə üçbucaq düzəltmək olar? Gəlin üçbucaq düzəldək. Tutaq ki, olsun belə. Deməli, AMC üçbucağı. AMC üçbucağı və ya CAM üçbucağı və yaxud da ki, ACM üçbucağı. Bu eyni şeydir də. Yəni, dəyişiklik bir şey yoxdur burada. Ona görə üçbucağın sayını istəsə, bu dəfə olacaq kombinizon. Yenə 8 nöqtə verilib. 8 nöqtədən 3. Bu da olacaq bizdə bu nöqtələrdən keçməklə neçə üçbucaq düzəltmək olar. Deməli, biz bugünkü dərsimizdə qeyd elədik toplama prinsipin, vurma prinsipin, kombinatorikanın elementləri, permutasiya ilə kombinizonu necə fərqləndirmək olar? Bu məsələ ilə, bu 5 şəxsin vəzifəyə göndərilmək və tədbirə göndərilmək məsələsi ilə siz hər şeyi çox doğru və düzgün təyin eləyə bilərsiniz. Çox abituriyentlər belə bir şey deyir ki, müəllim, bilmək olmur axı, mən nə bilim, bu kombinizondur yoxsa permutasiyadır. Bu məsələni yaxşı mənimsəsəz, dönə-dönə baxın videoya, bu məsələni yaxşı mənimsəsəz, artıq onları fərqləndirməkdə heç bir problemimiz olmayacaq. Deməli, vurma prinsipindən danışdıq, toplama prinsipindən danışdıq, kombinatorikanın elementləri, kombinizon və permutasiya haqqında danışdıq. Sizə düsturları əgər yaddan çıxarsaz, necə çıxarış eləmək olar, onu qeyd elədim. N elementdən 1, N elementdən 0, kombinizon permutasiyasını danışdım və bu 3 dənə məsələ parça, vektor məsələsi və üçbucaq məsələsində eyni formada sizin üçün qeyd elədim. Bugünkü dərsimiz bu qədər. Diqqətinizə görə minnətdaram.